Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Və sonra İmam Əhməd rahimehullah sözünün davamında deyir ki: "Vər-racmu haqqun ala men zana və qad uhsin izə i'taraf əv qamet aleyhi beyyinə." Rəcim zina edən hər bir evli üzərinə haqdır. Allah Azza və Cəllədən haqq olan əmirdir. Və İmam Əhməd növbəti qayda olaraq rəcim barədə danışır. Rəcim yəni daşqalaq. Və bu şəri cəza olaraq zinakar evliyə təyin edilən hədd cəzasıdır. Və zina böyük günahlardandır. Allah Azza və Cəllə buyurur ki: "Vəllezîne lâ yed'ûne ma'allâhi ilâhen âxar və lâ yeqtulûne'n-nefselleti harramallâhu illâ bil-haqqi və lâ yaznûn." O zaman ki Allah Azza və Cəllə Furqan surəsinin axırıncı ayələrində Rəhmanın qullarından danışır ki, Rəhmanın qulları kimlərdir? Və onların vəsiflərini sadalayır və o vəsiflərdən biri olaraq qeyd edir ki: "Vəllezîne lâ yed'ûne ma'allâhi ilâhen âxar." O kəslər ki, Allahdan başqa heç bir ilaha ibadət etməzlər və həmçinin Allahın haram qıldığı cana qıymazlar və lâ yaznûn və onlar zina etməzlər. Və İmam Əhməd rahimehullah deyir ki, ümumiyyətlə bir müsəlmanı, mömini bilərək haqsız yerə öldürməkdən sonra, bu günahdan sonra zinadan daha böyük günah bilmirəm. Və dəlil olaraq da bu ayəni zikr edir. Çünki Allah Subhanahu və Teala bu ayədə ilk növbədə şirki, sonra haqsız olaraq bir cana qıymağı və sonra da zinanı qeyd edir. Və bəzi alimlər ümumiyyətlə böyük günahları sıralayanda ən böyük günah olaraq deməli şirki və sonra haqsız yerə kimisə öldürməyi və sonra zinanı qeyd ediblər. Və həmçinin Allah Azza və Cəllə Mü'minun surəsində buyurur ki: "Qad aflahal mu'minun." Həqiqətən möminlər fəlah, yəni nicat tapdılar. Və sonra həmin möminlərin vəsiflərini qeyd edir. O möminlər ki, onlar namazlarında xoşu sahibidirlər. Onlar zəkatlarını ödəyərlər. "Vəllezîne hum li furucihim hafizun." Və o möminlər ki, onlar öz övrətlərini qoruyarlar, hifz edərlər. Bu möminin, Rəhmanın qullarının əlamətləridir. Və ona görə sahabələrdən biri gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmdən cənnət üçün zəmanət istəyəndə Allah Rasulü dedi ki, sən mənə iki şeyə görə zəmanət ver, iki dodağın arasında olan, yəni dilvə görə və həmçinin iki qıçın arasında olan övrətvə görə mənə zəmanət ver, mən sənə cənnəti zəmanət verərəm. Və başqa rəvayətdə gəlir ki, başqa hədisdə sahabələrdən biri gəlib Allah Rasuluna çox əzəmətli bir sual verir. Deyir ki, ey Allahın Rasulu, insanları asiliklər içərisində ən çox cəhənnəmə salan əməl hansı olacaq? Və ya insanların yəni cəhənnəmə düşmələrinə ən çox səbəb olan nə olacaq? Allah Rasulü iki şey qeyd edir. Dil və bir də övrət. Və ona görə Allah Azza və Cəllə buyurur ki: "Və la taqrabuz zina." Zinaya yaxın durmayın. Fikir versəz ayədə demədi ki, zina etməyin. Və la taqrab. Zinaya yaxın durmayın. Yəni o əməlləri etməyin ki,
O səbəblərə getməyin ki, o əməllər, o səbəblər sizi sonda zinaya aparıb çıxarmasın. Və zinaya Allah qorusun aparıb çıxaran ən böyük səbəblərdən biri baxmaqdır. Və alimlər deyirlər ki, ən-nazra aslu şəhvə. Yəni baxmaq əslində şəhvətin əslidir. Əsl mayası odur. Birinci insan baxır, gözünü yığışdırmır haramdan və sonra o baxış fikir əmələ gətirir. İnsan beynində canlandırır, fikirləşir. O fikir özündən sonra şəhvət əmələ gətirir. O şəhvət özündən sonra istək, iradə əmələ gətirir. İnsan artıq başlayır istəməyə. Sonra o istək bir müddətdən sonra əzmə çevrilir. Artıq insan qərarlaşır, qərar verir. Və nəticə də feildir. Zina. Ona görə bir hədisdə qeyd edilir ki, hər bir bəşər övladının əslində zinadan nəsibi yazılıb. Sadəcə olaraq kimin övrəti bunu təsdiqləyir, kiminki isə inkar edir. Və bilmək lazımdır ki, baxmaq ümumiyyətlə şeytanın oxlarından birisidir. Hansı ki, o ox insanın qəlbinə gəlir və o oxa qarşı nə lazımdır? Sipər, qalxan. O da nədir? Əgər baxmaq, harama baxmaq, əgər qəlbə gələn zəhərli oxlardandırsa, o oxa qarşı sipər nədir? İnsanın gözünü yayındırması, aşağı salması. Ona görə bir rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, baxmaq şeytanın zəhərli oxlarından birisidir. Zəhərli, iblisin zəhərli oxlarından birisidir. Və kim öz gözünə sahib çıxsa, özünü qorusa, Allah subhanahu və teala qiyamətəcən, yəni insanın bütün həyatı boyunca ona imanın şirinliyini daddırar. Və daha doğru olan ləfsdə isə, bu hədisin başqa rəvayətində gəlir ki, kim gözünü haramdan yayındırsa, Allah azza və cəllə ona imanın şirinliyini daddıracaq ibadət nəsib edər. Bunu kim tətbiq edir, bilir. Hamımız küçədə gəzirik, hamımız görürük. Əgər insan gözünü yayındırırsa, çəkindirirsə, heç şübhəsiz ki, hətta həmin anda o imanın ləzzətini qəlbində mütləq hiss eləyir. Mümkün deyil hiss eləməsin. Aydındır. Və bu təsəvvür edin, Allah azza və cəllənin sənin bu əməlvə qarşılıq bu dünyada verdiyi mükafatdır. Lakin o imanın şirinliyi ki var, onu dadmayan bilmir. Amma dadanlar bilir ki, doğrudan da imanın özünə məxsus şirinliyi var ki, onu başqa heç nə əvəzləmir. Çünki o qəlbdə hasil olan şirinlikdir, qalıcı şirinlikdir ona görə. Və hətta fikir versəz, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İyyəkum vəl-culusə alə't-turuqat. Allah Rasulü nəhy edir, qadağan edir ki, yollarda oturmuyor. Və bunu deyəndə sahabələr dedilər ki, ey Allahın Rasulü, bəzən olur ki, müəyyən zəruriyyət olur, ehtiyacdan biz oturmalı oluruq. Onda Allah Rasulü dedi ki, o zaman yolun haqqını verin. Sahabələr dedilər ki, ey Allahın Rasulü, yolun haqqı nədir? Allah Rasulü aleyhissalatu vesselam 3 şeyi qeyd elədi. Onlar nədir? Qaddul basar. Ən birinci bunu qeyd elədi. Gözü çəkmək, gözü aşağı etmək. Ən birinci yolun haqqı budur. Sonra və kəfful əzə, yolda əziyyət verəcək bir şey olacaqsa, onu yoldan kənarlaşdırmaq, və raddus sələm və həmçinin salama cavab vermək. Və ona görə bir hədisdə, başqa hədisdə Allah Rasulü aleyhissalatu vesselam buyurur ki, birinci baxışın dalıca ikinci baxışı gətirmə. Hədisi cürbəcür mənalarda tərcümə etmək olar. Ən yaxşısı budur. وَلَا تُطْبِعِ النَّظْرَةَ النَّظْرَ. Birinci baxışın dalınca ikinci baxışı gətirmə.
Çünki burada iki baxış var. Hədisin davamında gəlir. Allah Rasulü buyurur ki, فَإِنَّمَا لَكَ الْأُولَى وَلَيْسَتْ لَكَ الْأُخْرَى. Birinci baxış sənindir, ikinci baxış sənə məxsus deyil. Bu nə deməkdir? Bu o deməkdir ki, şək yoxdur ki, insanın gözünə sataşmaması, görməməsi mümkün deyil. Lakin görmə ilə baxmaq arasında fərq var. Hətta bizim dildə də. Necə ki, dinləmə ilə eşitmək arasında fərq olduğu kimi. Fərq nədir? Dinləmək, məsələn, biz deyirik ki, mən bir səs eşitdim. Yəni, qəsdli olaraq yox. Çünki qəsdli olaraq eşitsəm, bunun adı nədir? Bu dinləməkdir. Və beləcə də görmə ilə baxmaq arasında fərq var. Biri var, insan bunu qəsdlə edir, biri var qəsdsiz. Və o qəsdlə olmayan birinci baxış ki var, Allah Rasulü buyurur ki, o sənə məxsusdur. Ona görə insan cavabdeh daşımır. Lakin problem hardadır? Problem ikinci baxışdadır. Ona görə Allah Rasulü buyurur ki, birinci baxışın arxasınca ikinci baxışı gətirmə. Hətta bununla yəni insan gərək öz nəfsinə alət olmasın. Və bütün bunları biləndən sonra, qardaşlar, insan bilir ki, deməli, asiliklərin insanın qəlbinə və həyatına çox böyük təsiri var. İnsanın hətta sağlamlığına, insanın ruhsuna, ibadətlərə çox böyük təsiri var. Ona görə bəzən məsələn insan şikayət edir ki, mən ibadətdə ihsanla, xoşu ilə Allah ibadət edə bilmirəm. Bunun səbəblərindən birisi də budur. İnsan ibadətdən kənar necə yaşayırsa, ibadətdə də sən həmin insansan, başqa insan olmursan. Və ona görə bu barədə sələflərdən çoxlu nəqillər var. Bəzilərini qeyd edəcəm fayda üçün. Onlardan birisi deyir ki, yolda gəzərkən bir qadının topuğunu görür. Təsəvvür edin, topuq. Və deyir ki, onun səbəbi ilə neçə müddət gecə namazlarına qalxa bilmədim. Onun səbəbi ilə gecə namazlarından neçə müddət məhrum oldum. Yəni, bu göstərir ki, asiliklərin insanın qəlbinə, ağlına necə təsiri var. Və İmam Şafi rahimehullah deyir ki, bilirsiniz, İmam Şafinin hifsi çox güclü olub. Ümumiyyətlə, hifsi güclü olan, yəni güclü hifs ilə tanınan 5-6 alim olub İslam tarixində. Onlardan biri İmam Şafidir. İmam Buxari, İmam Əhməd, İmam Şafi, İmam İbn Teymiyyə rahimehumullah və İmam Şafi onlardandır. Hətta o dərəcədə hifsi güclü olub ki, Quran əzbərləyəndə uşaq olur. Musafı, yəni Musafda 2 səhifə var. Hansı səhifəni ki əzbərləyirdi, o bir səhifəni əlinə tuturdu. Bağlayırdı. Səbəbini soruşanda deyir ki, gözüm sataşır, o da əzbərləyirəm. O dərəcədə. Və belə bir adam gənc yaşları olur. Deyir ki, bir gün hiss elədim ki, hifsim zəifliyib. Və gəldim ustadım Vaki' rahimehullah'a şikayət elədim hifsimin zəifliyindən. O vaxtı tələbələr, müəllimlər belə idi. Yəni, tələbə müəllimdən tək elm almırdı, həmçinin əxlaqı öyrənirdi. Fikir ver, tələbə hiss edib ki, hifsi zəifliyib, anasına, atasına yox, müəlliminə gəlib şikayət edir. Həkimə gedmir. Şafi rahimehullah deyir ki, gəldim Vaki' rahimehullah'a hifsimin zəifliyindən şikayət etdim və o da Şafiyə deyir ki, ey Şafi, sən asilikləri tərk elə. Ola bilsin, hansısa asiliyə müftala olmuşsan, çünki elm nurdur. Və Allah Azze və Cəllə bu nuru asi qullarına əta etmir.
Və bilirsiniz, İmam Şafii rahimehullah şair olub həm də. Və gəlir, sonra bu hadisəni nəzmə çəkir. Deyir ki, şəkavtu ilə vəki'in su'a hifzi fəərşədəni ilə tərkil məasi fəəxbərəni bi ənəl ilmə nurun və nurullahi la yuhdə li'asi. Getdim, Vakiyə hifzimin zəifliyindən şikayət etdim. Şəkavtu ilə vəki'in su'a hifzi. Və mənə başa saldı ki, məni irşad etdi ki, asilikləri tərk elə. Və mənə dedi ki, çünki elm bir nurdur və Allahın nuru da asi qullara əta edilməz. Və fikir verin, qardaşlar. Burada İmam Əhməd rahimehullah deyir ki, وَالرَّجْمُ حَقٌّ عَلَى مَنْ زَنَى وَقَدْ أُحْسِنْ. Rəcim, yəni daşqalaq hökmü evli hər bir zinakar üzərində haqq olan bir hökmdür. Burada təəccüblü bir şey var ya, yoxdur. Yəni, bu keçdiyimiz kitab, Usul-i Sünnə mövzusu nədir? Nə kitabdır? Fıqh kitabıdır, yoxsa əqidə kitabı? Əqidə kitabı. Rəcim, əqidə mövzusudur, yoxsa fıqh mövzusudur? Fıqh mövzusudur. Bəs bu fıqh mövzunun bu əqidə kitabında nə işi var? Cavab budur ki, tək rəcim məsələsi deyil. Və bu məsələdə bunu edən tək İmam Əhməd deyil. Bir çox əqidə mətinlərində alimlər bəzi fıqh məsələləri həmin kitablara salıblar. O məsələlərdən birisi, məsələn, corablar və ya xoflar üzərinə məsh məsələsi, həmçinin rəcm məsələsi və digər fıqh məsələlər. Hətta İmam Barbahar rahimehullah şalvarda namaz qılmaqda heç bir problem yoxdur deyə Şərh-ü Sünnədə qeyd qoyur. Bunu belə salıb. Bu cür fıqh məsələlərin əqidə kitablarına düşməsinin səbəbi nədir? Çünki bəzi fıqh məsələlər olub və indi də var ki, o fıqh məsələlər özlüyündə fıqh məsələ olsa da bidət əhlinin şüarı olub. Bidət əhli o məsələlər ilə tanınıb və ona görə o cür fıqh məsələlər, hətta əqidə məsələsi olmasa belə, sanki əhl-i sünnə ilə bidət əhli arasında bir ayrıcı meyar olub. Məsələn, corablar üzərinə məsh və xoflar üzərinə məsh. Bunu demək olar ki, əksər əqidə kitablarında bu qeyd edilir. Hətta İmam Tahavi rahimehullah da, İmam Barbahari da, İmam Xəlləl və qeyriləri öz əqidə kitablarına bunu salıblar. Səbəb nədir? Çünki rafizlərə və xavariclərə rədd olsun deyə. Hətta Həsən Əl-Basri rahimehullah deyir ki, biz öz zamanımızda bidət əhlini, o zaman ki, çünki Həsən rahimehullah Bəsrədəndir, Küfə, Bəsrə əhli, rafizlər, şiyələr, yəni xavariclər çoxalmışdı və Həsən rahimehullah deyir ki, biz deyir öz zamanımızda yaşadığımız yerdə haqq əhli ilə bidət əhlini ayırırdıq ayaq geyiminə məs edib etməməklə. Baxırdıq, kim ayaq geyiminə məs edirsə, bilirdik ki, sünnə əhlidir. Kim məs etmirsə, fıqh məsələdir ya, onu ittiham edirdik dinində. Və bu gün də belədir. Məsələn, misal kim çəkər? Bu günümüzlə əlaqəli fıqh məsələləri, fıqh məsələlərdən. Hansı ki, onunla, məsələn, biz haqq əhlini bidət əhlindən ayıra bilirik. Məsələn, möhrə səcdə. Namaz qılanda, namaz qılanın önünə möhür qoyması. Məsələn, bir insanı tanımırsan, girdin məscidə, gördün ki, qabağında möhür var. Bilirsən ki, bu əhl-i sünnə deyil. Baxma ki, bu fıqh məsələdir. İndi ora girmirik ki, bu insan bu möhürdə nəsə görürsə, onu öpüb yalayır, orasına, üzünə, bədəninə sürtürsə, ondan bərəkət umur. Bu artıq girir əqidəyə, təbarruq, təvəssül, şirk və s. Amma mücərrəd olaraq bu əməlin özü, yəni torpaq üzərinə səcdə və bu vacibdir demək və s. və ilə axır, bu fıqh məsələdir. Düzdürmü?
Amma görürsən fıqh məsələ olsa da biz bununla yəni haqq əhlini batil əhlindən ayıra bilirik. Sanki bir meyar olur. Həmçinin məsələn mut'a, siğə. Bu özü əqidə məsələsidir, fıqh məsələdir. Fıqh məsələdir. Hətta bu mövzunu da bəzi alimlər əqidə kitablarında qeyd ediblər. Və o məsələlərdən də birisi rəcmdir. Hansı ki İmam Əhməd rahimehullah onu usul-i sünnədə qeyd edir. Və bundan qabaq İmam Əhməd rəcmdən qabaq elə bir məsələ qeyd etmişdimi ki, fıqhi bir məsələ olsun, kitabda qeyd etdiyi. Mən xatırlamıram. Mənə elə gəlir ki, ilk məsələ idi ki, və bundan da sonra yoxdur. Yəni, bu kitabda yeganə fıqhi məsələ budur. Rəcm. Və bunu qeyd etməyinə səbəb nədir? Çünki xavariclər rəcmi inkar edirdilər. Xavariclər rəcmi qəbul etmirdilər. Və rəcmi qəbul etməmələrinin səbəbi nə idi? Çünki bunu ola bilsin bir çox qardaşlar bilmir. Əslində xavariclərin özündə həm də Qur'anilik olub. Hətta demək olar ki, ilkin Qur'anilər xavariclərdir. Çünki xavariclər əslində sünnə qəbul etmirdilər. Demək olar ki, məsələn bir şəri hökmdür. Qur'anda varid olubsa qəbul edirdilər. Sünnədə varid olubsa qəbul etmirdilər. Ona görə rəcm Qur'anda varid olmayıb. Qur'anda varid olub, lakin sonra nəsx olub. Tilavəti, oxunuşu, hökmü isə qalıb. Ona görə rəcmi qəbul etməyiblər. Və İmam Əhmədin bu risalədə rəcmi qeyd etməsinin səbəblərindən birisi budur. Xavariclərə rədd olsun deyə. Lakin mən doğrusunu Allah bilir, belə düşünürəm ki, İmam Əhmədin rəcmi burada qeyd etməsinin əsas səbəbi xavariclər rədd deyil. Əsas səbəb nədir? Çünki rəcm elə bir hökmdür ki, o hökm az tətbiq olunub. Nadirən tətbiq olunan hökmdür. Bəlkə Allah bilir, Allah bilir. Bəlkə İmam Əhmədin zamanında isə rəcm tətbiq olunmayıb. Heç, yer üzündə. Şərtləri o qədər ağırdır ki, təsəvvür elə 4 şahid gətirməlisən. Və 4 şahid öz gözləri ilə nə necədir görsün. Belə yox, biz kimləsə tutduq örtük altında. Yox, açıq aydın. Açıq aydın. 4 nəfər görməlidir. Sən təsəvvür elə, bu nə zinadır? Bu necə zinakardır? Bu nə cəmiyyətdir? Axı, müsəlman cəmiyyətləri belə olmayıb axı. Yəni, belə bir müsəlman cəmiyyəti təsəvvür edirsiniz tarixən. Əməvi xilafətində, Abbasi xilafətində hansısa kişi qadınla zina etsin və 4 nəfər qıraqdan durub onları tamaşa eləsin. Bu, hətta yəni, əqlən insanın qəbul edə bilmədiyi, yəni başa düşə bilmədiyi bir məsələdir. Ona görə hətta Allah Rasulü aleyhissalatu vesselamın zamanında o ki tətbiq olunub rəcm, daşqalaq, hökmü, onların hamısı demək olar ki etirafla olub. Şahidlərlə yox. Və bu şəri hökm az tətbiq olunduğuna görə zaman keçdikcə İnsanlar bu hökmü ya unudurdu, ya da bu hökmə qarşı insanlarda şübhə əmələ gəlirdi. Ki, şəriətdə doğrudan da belə bir hökm var ya, yox. Ona görə İmam Əhməd rahimehullah bu məsələni kitabında qeyd edir ki, rəcm haqdır. Və ümumiyyətlə fikir versək, bütün günahlar üçün həcc cəzası gəlməyib. Bu da maraqlı bir mövzudur. 100-ə yaxın böyük günah var. Amma həcc cəzalarına baxsaq, təxmini 7-8 həcc cəzası var. Qisasdır. Qazfın, yəni kiməsə zinə iftirası atmaq, zinanındır. Sonra şərab içənindir, oğurluq edənindir, qutta'ut turuq, yol kəsənlərin.
Yəni 7-8 həcc cəzası var. Məhz nə üçün Allah Azza və Cəllə məhz bu günahlar üçün həcc cəzasını tətbiq edib? Məhz bunlar üçün. Halbuki asiliklər, böyük günahlar çoxdur. Hətta fikir verin. Bundan da böyük, bu günahlardan da böyük asiliklər var. Onlar üçün həcc cəzası tətbiq olunmuyor. Şəriət həcc cəzası təyin etməyib. Məsələn, hüququl valideyn. Valideynlərin üzünə ağ olmaq. Necə ki, bəzi alimlər və İmam Zəhəbi rahimehullah onlardandır, Kitabul Kəbairdə hüququl valideyni bu sadaladığımız günahlardan qabaq gətirir. Günahın böyüklüyünə görə. Amma onun üçün şəriət həcc cəzası təyin edib, yox. Subhanallah, şəriətin təyin etdiyi həcc cəzalara və o cəzalar hansı günahlar üçün təyin edilib, onlara baxanda biz görürük ki, bütün bunlarda hamısında bir də məqsəd var. O da cəmiyyətin islahı. Cəmiyyətin islahı. Çünki həcc cəzaları o günahlar üçün təyin edilib ki, o asiliklər cəmiyyətdə əminliyi aradan qaldırır və fəsad yayır. Məhz bu işgəli, problemi aradan qaldırmaq üçün, bu problemi yaradan günahlara şəriət həcc cəzasını təyin edib. Bu bir. Və ikincisi, şəriətin zəruri bildiyi 5 məsələ var. Hansı ki, İslam dininin gəliş səbəblərindən birisi və ən əsası bu 5 zəruri məsələni hifz etməkdir. Allah Azza və Cəllə bu dini göndərib, insanların dinlərini, əqidələrini, ağıllarını, canlarını, mallarını, bir də namuslarını qorumaq üçün. Həcc cəzalarının tətbiq olunduğu, təyin edildiyi asiliklərə bax, həmin asiliklər məhz bu 5 zərurətdən birini vurur. Oğurluq, mal əmniyyəti. Qisas, can əmniyyəti. Zina, ırz və nəsil. Və bu cür. Və təbii ki, insanı, bizi yaradan Allah Azza və Cəllə bizim üçün nəyin münasib olduğunu daha gözəl bilir. Ona görə bəzi günahlar üçün bu cəzalar təyin edib. Cəmiyyətdə var. Məsələn, elə insanlar var, hətta ərəb cəmiyyətində belə. İslamın çox yayıldığı, əksər insanların ibadətdə olduğu cəmiyyətlərdə belə bəzi insanlar var, qərb yönümlü, fikirli insanlar. Onlar daima bu fikirləri yayırlar və İslamın təyin etdiyi bu həcc cəzalarını vəhşiliyi kimi göstərirlər. Və çox qəribədir. Məsələn, deyirlər ki, nə üçün oğrudur, oğurluq edib, o nə üçün əli kəsilməlidir. Tutaq ki, kimsə zinə edib, nə üçün daşqalaq olunmalıdır, yəni bu vəhşilikdir. Təsəvvür edin, həmin insanın öz balasına, qızına bu hərəkət, bu cinayət edilsə, həmin cinayəti edəni o atanın əlinə versən, onu bəlkə dişi ilə didər. Aydındır. Həm də çox qəribədir, əgər oğrunun əli kəsiləcəksə, sən oğru deyilsənsə, sən niyə narahat olursan? Zinakar daşqalaq olunacaqsa, sən niyə narahat olursan? Yəni, şəriət deyir ki, oğrunun əli kəsilməlidir. Mən oğurluq eləmirəmsə, mən niyə narahat olmalıyam? Aydındır. Ona görə cəmiyyətdə şəriətin bu hökmlərinə qarşı kimlər çıxırlar, kimlər narahat olurlar? O kəslər ki, onlar oğrudurlar. O oğrudur, ona görə narahatdır. O zinakardır, ona görə narahatdır. O qazf edəndir, onun bunun namusuna dil uzadandır, ona görə narahatdır. O özünə görə narahatdır əslində. Kiməsə görə yox. Baxma ki, özünü başqası üçün canı yana kəs kimi göstərsə belə. Fərqi yoxdur yəni.
Və Allah Azze və Cəllə bayaq dərsin əvvəlində zikr etdiyim ayədə Rəhmanın qulları o kəslərdir ki, onlar Allaha şərik qoşmazlar, haqsız yerə kimisə öldürməzlər, və la yaznun və zinə etməzlər. Və sonra buyurur ki, وَمَنْ يَفْعَلِ ذَٰلِكَ يَلْقَ أَثَامًا وَمَنْ يَفْعَلِ ذَٰلِكَ يَلْقَ أَثَامًا. Kim bunu edərsə, kim bunları edərsə, o mütləq cəzalandırırlar. Və zinə də bu da daxildir. Və şəriətin zinə üçün təyin etdiyi 2 cəza var. Həcc cəzası. Onlardan birisi evli üçün, digəri də subay olan üçün. Və şəriət bunları bir-birindən ayırıb. Subay üçün evli olmayanın, yəni evli olmayan zinakarın həcc cəzası nədir? Əz-zaniyyətu vəz-zani fəclidu kullə vahidin minhumə mi'ətə cəldə. Zinakar qadın və kişi. Fikir verin, zinakar qadın və kişi. Oğurluq barədə, oğurlar barədə Allah Subhanahu və Teala nə dedi? وَالسَّارِقُ وَالسَّارِقَةِ. Oğru kişi və qadın. Oğrularda Allah Azze və Cəllə birinci kişi oğrunu qeyd elədi, yoxsa qadını? Niyə? Amma zinakarlarda birinci وَالزَّانِيَ. Sonra وَالزَّانِ. Çünki Allah Azze və Cəllə bunlar təsadüfi deyil, əslə qaytarır. Çünki oğurluqda əsl olan nədir? Kişinin oğurluğu, xüsusən qadının. Kişinin. Bu bir. Və zinada kişinin zina etməsi, hətta örfən insanların nəzərində daha qəbih, çirkin görünür, yoxsa qadının? Qadının. Ona görə Allah Azze və Cəllə birinci qadını zikr elədi. Zinakar qadın və zinakar kişi. Fəclidu kullə vahidin minhumə, onların hər birisinə mi'ətə cəldə, 100 şallaq vurun. Bu ayədir Quranda. Deməli, Allahın kitabında əmr edilən, zinakar üçün təyin edilən həcc cəzası hansıdır? Şallaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mi'ətü cəldə və nəfyü sənə. 100 şallaq və 1 il sürgün. Ona görə subay, zinakar 100 şallaq vurulur və 1 il sürgün edilir. Hətta insanlar o hadisəni unutsunlar. Və 1 ildən sonra qayıdır yaşadığı yerə. Və indiki zamanda 100 şallaqdan sonra 1 il onu nə edirlər? Həbs edirlər. Cəmiyyətdən ayrılırlar. Cəmiyyətdən təzrid edirlər. 1 ildən sonra buraxırlar. Subay zinakarı. Evli zinakarın hökmü nədir? Rəcim. Yəni daşqalaq. Və fikir versəz İmam Əhməd rahiməhullah zinakarın bu 2 həcc cəzasından ikisini də qeyd eləmədi. Cəldi qeyd eləmədi. Məhz rəcmi qeyd elədi. Səbəb nədir? Bayaq dediyim səbəb. Çünki şallağı subay, zinakar üçün təyin edilən həcc cəzasını inkar edən yoxdur. Quranda varid olduğuna görə. Müsəlmanlardan söhbət gedir, bidət əhlindən. Rəcmi inkar edənlər olduğu üçün, hətta bu gündə Qur'anilər, məsələn, rəcmi inkar edirlər. Deyirlər ki, zinakar fərq etməz. İstər subay olsun, istər evli. Onun cəzası nədir? 100 şallaq. Dəlil, ayə. Deyirlər ki, ayədə Allah Subhanahu və Teala dedi ki, وَالزَّانِيَ وَالزَّانِ. Zinakar qadın və kişi. Demədi evli və ya subay. Sünnə qəbul etmədiklərinə görə. Amma sünnəyə dönsələr, bilərlər ki, sünnə bu qeydi qoyub. Sünnə izah edib ki, bu ayədə qəsd edilən, təyin edilən o cəza kimlər üçündür? Evli zinakar üçün deyil. Subay zinakar üçündür. Ona görə İmam Əhməd rahiməhullah burada məhz bunu qeyd edir. Və deyir ki, وَالرَّجْمُ حَقٌّ
alə mən zənə. Rəcim zinakar üzərində haqq olan bir hökmdür. Daşqalaq. Bütün zinakar yox. Və qad uhsin. Yəni evli olan, evlənmiş olan. Qeyri şərtsiz, yoxsa şərtlərlə? Onu qeyd edir. İmam buyurur ki, İzə ətəraf əv qamət aleyhi beyinə. Özü etiraf edəcəyi və ya özünə qarşı hüccət dəlil, yəni şahidlər gətiriləcəyi təqdirdə. Və İmam Əhməd rahimehullah burada rəcim cəzasının təyini üçün iki məsələni qeyd edir. Yəni rəcim cəzası nə ilə təyin edilir, nə ilə isbat edilir? Onlardan birisi nə idi? Etiraf. İkincisi beyinə, dəlil, yəni şahidlər. 4 şahid. Allah Azze ve Celle buyurur ki وَالَّذ۪ينَ يَرْمُونَ الْمُحْسَنَاتِ. O kəslər ki iffətli qadınlara iftira atarlar. ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَى. Sonra 4 şahid gətirməzlər. Yəni kimisə zinada ittiham etdisə nə etməlidir? 4 şahid gətirməlidir. Təsəvvürlə bir nəfər gəldi, şahid durdu, vəsf elədi, necə görüb, necə olub. İkinci də gəldi, eyni ilə və təbii ki, şahidlik ayrı-ayrı məclislərdə olur. Hətta biri birindən götürməsin deyə. Qazi soruşur ki, görüm şahidlər arasında ziddiyyət var, sözlərində yox. Bəlkə uydurublar. Və üçüncü gəldi, şahidlik elədi. Dördüncü tapılmadı. Nə olur? Yəni, 3 nəfər şahid gəldi, şahidlik elədi ki, görmüşük. Dördüncünü tapa bilmədilər. Və qadın şahid də keçmir, kişi olmalıdır. 4 dənə kişi. O üçünə qazf cəzası tətbiq olunur. Fəclidu 80 cəldə. Hərəsinə 80 şallaq. Kim 4 şahid gətirə bilməsə. Və həmçinin burada üçüncü bir yol da var. O da hamiləlikdir. Məsələn, qadın evli deyil. Və ya haçansa evlənib, boşanıb. Hamiləlik dəlil ola bilər və əlamət ola bilər, o zinə edib. Bunda alimlər ixtilaf ediblər. Əksər alimlərə görə yox. Niyə? Çünki qadın cürbəcür yollarla hamilə qala bilər. Hətta təsadüf nəticəsində ola bilər. Deməli, hamiləlikdə şübhə var ya yoxdur. Şəriətdə də qaydadır ki, şübhə hədd cəzalarını dəf edir. Hətta kimsə hamiləliyinə görə ittiham edilsə zinada və o nə isə bir şübhə gətirsə ki, bu zina ilə yox, təsadüf nəticəsində olub, o qazi tərəfindən mütləq qəbul edilir və ona hədd cəzası tətbiq edilmir. Ona görə alimlərin əksəriyyəti rəcim cəzasının təyini üçün 2 şeydə durublar. Birincisi etiraf, zinə edən özü gəlib etiraf etməlidir. Təsəvvür edin. Mümkündür bu. Zinə edən gəlib özü etiraf eləsin ki, mən zinə etmişəm, məni öldürün. Mümkündür, baxır kimlər üçün və ya kimlər barədə. İmam Şafi rahimehullah deyir ki, nəzəri olaraq bu yerində qalsa da, praktiki olaraq demək olar ki, sıradan çıxıb etiraf qapısı, demək olar ki, sahabə nəsli həyatdan köçməsi ilə etiraf qapısı bağlanıb. Ümumiyyətlə, İslam tarixində etiraf yalnız
Allah Resulü aleyhissalatu vesselamın zamanında baş verib. Sahabə gəlib etiraf edib. Biri qadın, bir də kişi. İmam Şafi rahmetullah deyir ki, demək olar ki, sahabə nəslinin gedməsi ilə etiraf qapısı bağlanıb. Nəzəri olaraq qəbul edirik. Qəbul edirik ki, bəli, iki şeydən biri ilə təyin edilir, onlardan birincisi etirafdır. Amma gör, sahabə dönəmindən bu yana, bu bir dəfə də olsa baş verib ya yox, baş verməyib. Və bu özü ayrıca sahabələrin imanına, fəzilətinə ayrıca bir dəlildir. İnsan necə yəqin ola Allah Azza və Cəllənin hökmlərində, hətta zinakar birisi gəlib etiraf edir ki, ey Allahın Rasulü, mən zinə etmişim, etiraf etmir deyə tələb edirdi. Şahidə ehtiyac yoxdur, tələb edirdi. Hətta Allah Rasulü üzünü çevirəndə, üzünü çevirdiyi yerə dururdu, üzünə baxırdı ki, ey Allahın Rasulü, məni təmizlə. O dərəcədə. Və bəzi alimlər isə hamiləliyi əsas kimi götürüblər. Və sual verilsə ki, bəs İmam Əhməd rahimehullah özü, çünki şərh elədiyimiz kitab İmam Əhmədin kitabıdır. İmam Əhməd özü hansı rəydə olub? İmam Əhməddən bu barədə iki rəy gəlib. Onlardan birisi elə budur. Hansı? İzə'təraf əv qamət aleyhi beyyinə. Etiraf, bir də beyyinə. Yəni, şahidlik. İmam Əhmədin məzhəbində məşhur olan budur. Amma İmam Əhməddən başqa bir rəvayətdə gəlib, o İmam Məlikdən də gəlib. Və Şeyxülislam İbn Teymiyyə rahmehullahın da tərcih etdiyi budur ki, hamiləlik rəcim cəzasının təyini üçün 3 səbəbdən birisidir. Və bunu deyən alimlərin dəlillərindən birisi də Ömər İbn Xattab radiyallahu anhunun bu sözüdür. Deməli, İbn Abbas radiyallahu anhuma deyir ki, Qalə Umar ibn Xattab və huvə cəlisun alə minbəri Rasulillah sallallahu aleyhi və səlləm. Ömər İbn Xattab Allah Rasulunun minbərində oturmuş vəziyyətdə belə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində, minbər üzərində öz xilafəti zamanında Ömər ibn Xattab insanlara xitab edir. Deyir ki, İnna Allaha qad ba'asa Muhammedən bil haqq. Həqiqətən də Allah Muhammədi haqq ilə göndərdi. Və ənzələ aleyhil kitab. Və ona kitab nazil etdi, Qur'anı. Fəkənə mimmə unzilət aleyhi ayətur rəcm. Ona, Muhammədə nazil olan ayələrin içərisində rəcm ayəsi var idi. Yəni, Qur'anda əslində rəcim Qur'an ayələrindən birisi olub. Sadəcə olaraq tilavəti nəsx olub. Oxunuşu aradan qalxıb. Çünki nəsxin 3 növ var. Allah Azza və Cəllə buyurur ki, Mə nənsəx min ayətin əv nunsihə nə'ti bi xayrin minhə əv mislihə. Biz bir ayəni nəsx edib, yəni biz bir ayənin hökmünü nəsx edib. Nəsx nədir? Hökmü qaldırmaq. Ayənin mənası budur. Mə nənsəx min ayətin, biz bir ayənin hökmünü ləvq etsək, qaldırsaq və ya onu unutdursaq, ayəni unutturmaq. Ayənin nəyini unutturmaq? Ayənin hökmü unudula bilər ya yox? Unudula bilməz. Əgər ayə Qur'anda qalıbsa hökmü necə unudula bilər? Ayənin qirayəti. Ona görə Allah Azza və Cəllə buyurur ki, başqa ayədə Sənuqri'uka fələ tənsə, biz sənə Qur'anı oxudacağıq. Fələ tənsə, unutmayacaqsan. İllə məşə Allah, Allahın istədiyi ayələrdən başqa. Yəni Allah Azza və Cəllənin istədiyi bəzi ayələr olacaq ki, unudacaqsınız.
Əgər bu Allah Rasuluna aiddirsə, sahabələr necə? Və bunun misalları çoxdur Quranda, sünnədə. Məsələn, ilk öncə bu ayə belə nazil olmuşdu. Hafizu aləs-salavat və salatil vusta və salatil asr və qumu lillahi qanitin. Namazları, orta namazı, yəni əsr namazını qoruyun. Ayə belə nazil olmuşdu. Və sahabələr də əzbərləmişdilər. Belə də oxuyurdular. Və sonra bu ayənin tilavəti nəsx edildi. Və ayə belə nazil oldu. Hafizu aləs-salavat və salatil vusta və qumu lillahi qanitin. Salatul asr kəlməsi nəsx edildi. Sual, dəlil hədisin özündə gəlir. Səhih Müslimdə. Ayşə anamız radiyallahu anhə deyir ki, ayə birinci belə nazil olmuşdu. Və sonra ayənin qirayəti nəsx edildi bu ləfz ilə. Sahabələr o qədər öyrəşmişdilər buna. Təsəvvür edin, Əhzab surəsi Bəqərə surəsi boyda idi. İlk vaxtda. Ona görə hətta bir dəfə Abu Davudun sünənində gələn hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm namazda, səsli namazda, qirayət zamanı ayəni unudur və ötürür. Və namazdan sonra dönür sahabələrə və deyir ki, mənim çaşdığımı, unutduğumu gördünüz, niyə xatırlatmadınız? Sahabələrin cavab bilirsiniz nə olur? Deyir ki, ey Allahın Rasulü, biz elə bildik ki, ayə nəsx edilib. Ayə unutturulub. Yəni, o qədər vərdiş eləmişdir. Yəni, bu sahabə zamanında məruf bilinən bir şeydir. Və o ayələrdən birisi də rəcm ayəsi olub. Və ona görə nəsxin 3 növ var. Onlardan birincisi budur ki, ayənin oxunuşu Quranda qalır. Lakin hökmü götürülür. İkincisi bunun əksi, hökmü qalır, hökm qalıb, qirayəti götürülür. Rəcm ayəsi kimi. Hökmü qalıb. Amma ayənin oxunuşu yoxdur Quranda. Üçüncüsü də ki, həm tilavətin, həm də hökmün ləvxi. Həm ayənin özü götürülüb, həm ləfsi, həm də hökmü. Ona görə Ömər ibn Xattab radiyallahu anhu deyir ki, فَكَانَ مِمَّا أُنْزِلَتْ عَلَيْهِ آيَةُ الرَّجِمِ Və Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan ayələr içərisində həmçinin rəcm ayəsi var idi. Qara'nəhə, o ayəni biz oxuduq. Və vəaynəhə, və aqalnəhə, onu öyrəndik, başa düşdük. Fərəcəmə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rasulü rəcm etdi. Yəni, bunu biz tətbiq elədik. Və rəcəmnə ba'dahu, və ondan sonra biz də rəcm etdik. Fəəxşə intalə bin nəsi zəmanun ən yəqulə qail. Qorxuram ki, elə bir zaman gələ ki, vaxt keçə, elə bir zaman gələ ki, kimsə yerindən durub deyə, mə nəcidur rəcmə fi kitabillah. Biz rəcmi Allahın kitabında tapmırıq. Yəni, inkar edər bu hökmü. Fəyadillu bitərki faridatin ənzələhə Allahu Teala. Və beləcə Allah Azza və Cəllənin vaxtı ilə öz kitabında nazil etdiyi bir hökmü, fərzi tərk etməklə yolundan azar. Və innər rəcmə fi kitabillahi haqqun alə mənzənə izə uhsin. Bilin ki, rəcim Allahın kitabında hər bir evli, zinakar üzərində haqq olan hökmdür. Minər ricali və nisə. Həm qadın, həm də kişi, evli, zinakarlar üzərində. İzə qamətil beyyinə. Əgər dəlil, hüccət qaldırılsa, yəni şahidlər, əv kənəl həbəl və ya hamiləlik olsa, əvəl i'tiraf və ya zinakar özü bunu etiraf etsə. Ömər ibn Xattab radiyallahu anhu neçə əlamət əsas gətirdi? 3 dənə. İzə qamətil beyyinə, şahidlər,
Əv kənəl həbəl, hamiləlik, əvəl i'tiraf. Ona görə hamiləlik də hədd, rəcmin tətbiqi üçün səbəblərdəndir deyən alimlərin dəlillərindən birisi də budur. Və bu əsəri İmam Buxari və Muslim ittifaqla rəvat ediblər. Və sonra İmam Əhməd rahimehullah, qutarırıq, az qalıb, deyir ki, təbii ki, subay, evli olmayan zinakarın cəzasının dəlilini bildik. Dəlili hardadır? Quranda. Bəs rəcmin dəlili hardadır? İndi İmam Əhməd deyəndən sonra ki, rəcm haqdır, evli zinakar üzərində və etiraf ilə, həmçinin şahidlərin şəhadəti ilə təyin edilir, ondan sonra rəcmin dəlilini gətirir və deyir ki, وَقَدْ رَجَمَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Dəlil budur. Çünki Allah Rasulü aleyhissalatu vesselam rəcm edib وَقَدْ رَجَمَتِ الْأَئِمَّةُ الرَّاشِدِينَ. Həmçinin raşid imamlar, xəlifələr də rəcm ediblər. Deməli, İmam Əhməd rəcmin haqq olduğuna nəyi dəlil gətirdi? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini ki, Allah Rasulunun zamanında rəcm edilib və həmçinin raşid xəlifələrin zamanında onların xilafətində rəcm olunub. Elə dəlillərindən birisi də Ömər ibn Xattabın bayaq qeyd etdiyim sözü Fərəcəmə Rasulullah və rəcəmnə ba'dahu. Allah Rasulü və ondan da sonra biz rəcm etdik. Hətta Əli radiyallahu anhu öz xilafəti zamanında bir qadını cümə günü rəcm etdirir, hökm verir və deyir ki, rəcəmtuhə bi sünnəti Rasulillah sallallahu aleyhi və səlləm. Allah Rasulunun sünnəti ilə, sünnəti üzərə o qadını rəcm etdik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında da deməli rəcm hadisəsi 3 dəfə olub. Onlardan birincisi Ma'iz ibn Malik radiyallahu anhuya tətbiq edilən rəcm, o da etirafla olub. Allah Rasulü sahabələrlə məsciddə oturarkən Ma'iz girir məscidə və deyir ki, Allahın Rasulü zinə etmişəm, mən təmizlə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem üzünü çevirir. Gəlir, durur, üzü ilə üzböyüz, deyir ki, ey Allahın Rasulü, zinə etmişəm. Allah Rasulü üzünü çevirir. Çünki çox ağır yəni cəzadır və alçaldıcı cəzadır. Və sonra Allah Rasulü bəzi suallar verir. Deyir ki, ola bilsin öpmüsən. Başqa şey olub. Üzür gətirmək istəyir. Çünki şəriətin, qardaşlar, hədd cəzalarını tətbiqdə, təyində məqsədi insan öldürmək deyil. Məqsəd cəmiyyətin islahıdır. Məqsəd budur. Yoxsa İslama görə insanın, yəni bəşər övladının, nəfsinin qorunması ən ali məqsədlərdən birisidir. Və Allah Rasulü görür ki, bu israr edir və sonra özünə soruşur, deyir, sənin ağlında problem yoxdur. Dəlili yoxdur səndə. Yəni, başını işləyir, deyir ki, bəli, ey Allahın Rasulü, mən zinə etmişəm və vəsf edir. Necə? Öz etirafı ilə. Ma'iz ibn Malik radiyallahu anhu rəcm edilir. Və həmçinin Qamidiyyə, qadın, keçən dərsdə qeyd eləmişdik. O da Allah Rasulü məsciddə sahabələrlə birlikdə olanda girir məscidə və etiraf edir. Deyir ki, ey Allahın Rasulü, mən zinə etmişəm və məni təmizlə. Və nəticədə Allah Rasulü bir dəfə, iki dəfə üzünü çevirəndən sonra deyir ki, ey Allahın Rasulü, zinə etmişəm
və zinadan hamilə qalmışam. Allah Rəsulu yəni gedər gəlməz ümidi ilə deyir ki, get yükünü qoy yerə, hamiləlikdən sonra gələrsən. Və hamiləlikdən sonra gəlir qucağında uşaqla və Allah Rəsulu yenə də göndərir geri ki, uşaq süddən kəsiləndən sonra gələrsən. Və uşaq süddən kəsiləndən sonra anası uşağı əlində tutmuş vəziyyətdə gəlirlər Allah Rəsulunun yanına və Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, qadın əl çəkmir və əmr edir həmin qadını, hətta orada qadın, bilirsiniz Peyğəmbər sallallahu aleyhi və səlləmə nə deyir? Deyir ki, ey Allahın Rəsulu, sən Məiz üçün etdiyi etmək istəyirsən. Allah Rəsulu üzünü çevirəndə, onu evinə geri göndərəndə, çünki Məiz barədə də belə etmişdi. Və o qadından qabaq Allah Rəsulunun cəmiyyətində ilk rəcim olunan sahabə Məiz idi. Və ikinci bu idi, Qamidiyyə. Bu ikinci hadisə idi. Ona görə onu qeyd elədi. Və sonra həmin qadını rəcm edirlər, tətbiq olunur. Və cənazəsini yuyurlar, kəfənləyirlər və cənazə namazını qılır. Allah Rəsulu sallallahu aleyhi və səlləm və sahabələrdən bəzilər təəccüblənirlər ki, ey Allahın Rəsulu, biz bayaq onu rəcm etdik, daşqalaq etdik, öldürdük və indi onun cənazəsini qılırıq. Yəni Allah Rəsulu və əshabı, ən xeyirli insanlar onun bağışlanması üçün dua edirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o qadının tövbəsi Mədinə əhlinə, bir ləfsdə gəlir ki, Mədinə əhlindən 70 nəfərə, bir ləfsdə gəlir ki, Mədinə əhlinin münafiqlərinə paylansaydı hamısına kifayət edərdi. Və üçüncü hadisə də Yahudilər gəlirlər Allah Rəsulunun yanına ki, bizdən bir kişi və qadın zinə edib aramızda hökm verir. Və Allah Rəsulü aleyhissalatu vesselam deyir ki, məgər bu haqda Tövratda hökm yoxdur? Deyirlər ki, yoxdur. Yəni rəcm yoxdur. Və orada Abdullah ibn Salam da orada olur. Əvvəli, keçmişi Yahudi alimi olan Abdullah ibn Salam radiyallahu anhu. Və deyir ki, gətirin Tövradı. Gətirirlər və həmin rəcm ayəsinin üstünü əli ilə örtür. Tövradın vərəqlərini açanda əlini qoyur biri üstünə Yahudilərdən ki, Allah Rəsulü görməsin. Əvvəlini oxuyurlar, sonrasını oxuyurlar. Və Abdullah ibn Salam da bilir ki, Tövratda rəcm ayəsi var və deyir ki, əlivi qaldır. Və beləcə Yahudilər orada hilələri, yəni ortaya çıxır və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri ilə həmin Yahudi qadın və kişi rəcm edilir. Aydındır. Və bu Allah Rəsulü aleyhissalatu vesselamın zamanında baş verən rəcm hadisələrdir. Fayda üçün bir şey qeyd edeyim son olaraq. Əgər rəcm olunarkən və ya rəcmdən qabaq, hətta özü öz üzərinə şahid duran, etiraf edən, etirafından dönsə qəbul olunur. Yəni İslamın bunu çox böyük faydadır. Məqsəd orada kimisə öldürmək deyil. Məqsəd cəmiyyətin islahıdır. Təsəvvür elə, insan bugün etiraf edib və sabah həcc cəzasından qabaq gəldi, etiraf elədi. Etirafından döndü. Etirafından dönsə, o qəbul olunur ondan. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.